Sabirabad rayonunda 1962-ci il təvəllüdlü Əhliman kürəkəni Bəhruzu döyərək xəsarət yetirib. Hadisə 2024-cü il avqustun 13-də gecə saatlarında baş verib. Məlumata görə istintaqla müəyyən edilib ki, ailə münaqişəsi uzun müddət davam edib. Bəhruz həyat yoldaşı Esmira və 2 övladı ilə bir müddət Bakı şəhərində kirayədə yaşayıb. Sonradan aralarında yaranan narazılığa görə Esmira uşaqları götürərək atasının evinə Sabirabaddakı kəndə qayıdıb. Bəhruz isə onun yenidən Bakıya qayıtmasını və birlikdə yaşamaqlarını istəyib. Əhlimanın sözlərinə görə məlum hadisədən təxminən 1 il əvvəl Bəhruz Bakıda işlədiyi üçün ailəsini də özü ilə aparıb. Bakıda yaşadığı müddətdə Esmira dəfələrlə atasına zəng edərək Bəhruzun evdə narkotik vasitə qəbul etdiyini, evə narkotik vasitə qəbul edən şəxsləri gətirdiyini, çox borcu olduğunu, onu təhqir etdiyini, Bəhruzun bu hərəkətlərinə dözə bilmədiyini deyib. Hadisə günü Bəhruz gecə saatlarında qaynatasının evinə gələrək həyat yoldaşını yenidən Bakıya aparmaq istədiyini bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Bəhruzun sərxoş olduğu ailə üzvlərini təhqir etdiyi bildirilir. Dava zamanı Esmira Bəhruza stol ilə zərbə vurub. Əhliman isə taxta parçası ilə onun sinə nahiyəsinə xəsarət yetirib. Qarşı tərəf də qaynatasına yumruqla zərbə vurub. Hadisədən sonra Bəhruz polisə müraciət edib. Məhkəmə baxışı zamanı tərəflərin barışdığı müəyyən olunub. Sabirabad rayon məhkəməsinin qərarı ilə barışıq nəzərə alınıb və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Əhliman cinayət məsuliyyətindən azad edilib.